Salam uşaqlar, bugün sizlərə Gülməli Hanımı danışıram part 1. Uşaqlar, bugün dünən əslində girdim PUBG-yə, Livik girdim. Arancalı Livik belə girdim. Sonra dostlarım yanımda deyil idi deyə sıxıldım. Ona görə də yəni çıxmaq istəydim. Sonra dedim bir də həm daha Livik girim. Gördüm da çox sıxıldım. Bir dənə daha var girib çıxaram. Hə, Livik girdim. Orada mən bayılmışam. İndi vurdum da, yəni 10 kill qazandım yenə də. Orada məni bayıblar. 4 nömrədə, yəni Türkiyəli də. Mən də bilmirəm, bayrağını qoyub hansı bayrağı idi o? Hə, bayrağını qoyub Amerika bayrağı. Mən də elə deyirəm ki, bro kam, gəl yanıma, yəni məni qaldır. Tut məni deyirəm. Adam səsini açıb mənə belə deyir. Kardeşim, biz Türküz. Necə əsəbim oynadı. Bayaqdandır kam deyirəm. Adam orada qalıbdı. Deyirəm ki, maşından gəlib indi əzəcəklər. Gəl, qurtar məni, get, sonra hara gedirsən, cəhənnəm olsan, get. Adam gəlib, məni qaldırıb, sonra özü bayıldı, dedi mən tut. Tutandan sonra adam güya bomba atacaq da. Bombanı dikizi açıb, bombanı tam atanda dikizi qabatdı, ağacı dəydi üstümüzə tullandı bomba. Bir də görəm, 1-dən 2 səsini açıb gülməkdən ölürlər də. Dedim tüpürüm sənin oynayışma, küz sənin başıma. Nə qədər dedim. Ona elə sinir oldum. Hələ eksi də yedim ay. Eksi 1. Yəni 10 neçə yedim. Eksi 19 yedim. Əsas önce 20 yeməmişəm. Eksi neçə yedim. Səni bulacağım. Səni tapacağım. Yəni səni öldürəcəm. Sən bunu bil. Sən məni eksi yedizdirdin. Bax. Nəysə uşaqlar, beləydi. Yəni o qədər zülümlə İngiliscə danışdım falan elədim. Əslində heç aramda yoxdur. Sən tapacağım dedim, sən tapacağım.